Salam, sabahınız xeyir olsun. 4 iyul 2026-cı il tarixidir. Yay fəslinin 14-cü günü, Məhərrəm ayının 19-cu günüdür. Və iyul ayının ilk həftəsinin ilk şənbə 6-cı günüdür. İyul ayının da 4-cü günüdür və istirahət günü edilənlər üçün isə bu günü gözəl keçirmələrini arzulayıram. Bununla yanaşı istirahət günü olmasına baxmayaraq işləri arxasınca gedən, iş yerlərində, ofislərində, evlərində, ev işləri ilə, evdarlıqları ilə məşğul olan və hər bir şəxsə can sağlığı, iş abadlığı, bol bərəkətli, ruzili, xoş xəbərlərlə zəngin dolu bir gün keçirməyə arzulayıram. 4 iyul günündə kimlər təhsili ilə məşğul olurlar, məktəblər, orta ixtisas, ali məktəb tələbələri və digər təhsili ilə məşğul olan hər bir şəxsə can sağlığı, iş abadlığı, bol bərəkətli, ruzili, qulaq deşdikli, gözəl xəbərlərlə zəngin olan, sülhəmnamanlıqlı, firavanlıqlı, bol bərəkətli, ruzili bir gün keçirmələrini arzulayıram və təhsili ilə məşğul olan hər bir şəxsə can sağlığı, zehin açıqlığı, yol açıqlığı arzulayıram. Qarşılarına qoyduqları hədəflərə, məqsədlərə çataraq həm Azərbaycan Respublikası üçün, həm bütün dünya üçün faydalı, əhəmiyyətli kadrlar kimi yetişmələrini arzulayıram. 4 iyul günündə kimlərin rəhmətə gedəni var, Allahdan rəhmət diləyirəm, qalanlara can sağlığı, səbir diləyirəm. 4 iyul günündə kimlər xatırlanır, yad edilir, anılır, hər birini xoş gözəl anmağı, yad etməyi, xatırlamağı arzulayıram hər birimizə. Bununla yanaşı 4 iyul günündə kimlərin xəstələri var, can sağlığı, şəfa diləyirəm. Bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Bütün şəhid, qazi, əskər ailələrini, Azərbaycan ordusunu salamlayıram. Hər birinə can sağlığı, gözəl, sülhəmnamanlıqlı, firavanlıqlı, xoş xəbərlərlə zəngin dolu olan, qulaq deşdikli, bol bərəkətli, ruzili bir gün keçirmələrini arzulayıram. 4 iyul günündə kimlərin ad günü, şad günü, xoş günüdür. Hər birini bu münasibətlə təbrik edirəm. 4 iyul günündə də tarixi hadisələr baş vermişdi. 4 iyul günündə olan baş verən tarixi hadisələr isə bunlardır. 4 iyul 1776-cı ildə Amerika Birləşmiş Ştatlarının müstəqilliyi günü, həm də demək Amerika Konqresi Britaniyadan müstəqilliyini elan etdiyi gündür. 4 iyul 1810-cu ildə isə fransızlar Amsterdamı işğal etdikləri gündür. 4 iyul 1827-ci ildə isə Amerika Birləşmiş Ştatlarında köləlik ləğv edildiyi gündür. 4 iyul 1848-ci ildə Karl Marx və Friedrich Engels yazdığı Kommunist Partiyasının manifesti nəşr edildiyi gündür. Bununla yanaşı 4 iyul 1865-ci ildə Alisa Möcüzələr Ölkəsində adlı əsər nəşr edildiyi gündür. Bununla yanaşı 4 iyul 1918-ci ildə Osmanlı Sultanı 6-cı Mehmetin taxta çıxdığı gündür. 4 iyul 1946-cı ildə Amerika Birləşmiş Ştatları Filippinin müstəqilliyini tanıdığı gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.